Death Stranding'in 4-cü bölümündə xoş gördük hər kəsi. Deməli, keçən səfər bölümdə yadınızda qalıbsa əgər, bizə küpətləri verdilər, hansı ki, Emilinin işini tamamlamalıyıq. Sinəmizdə uşaq, hansı ki, o dünya ilə indiki dünyanı bir-birinə birləşdirir və bizə kömək olur Kevelin yerini göstərməyə. Və biz Emili yarımçıq qoyduğu işi, dağılmış Amerikada bütün santralları, bütün yerləri bir-birinə birləşdirməliyik və bu işi biz eləməliyik hal-hazırda və Emilini qurtarıb bura gətirməliyik. Və qaldığımız yerdən davam eləyirik. Çox böyük bir məsuliyyəti üstümüzə yükləyiblər və çox böyük uzun bir yolumuz var bu gün. Hətta deyim ki, biraz uzun bölüm olacaq. Nəsə gərək buradan terminalı aktiv edək. Terminalı aktiv edək deyirəm, atlanıram. Görək bizə nə deyir. Your current objective is to extend the Cairo network from here to Portland City. Deyir, yəni bizim networku digər yerə qədər genişləndirməyimiz lazımdır. Çünki əlaqə çatmır orada. Elə bir ki, belə düşünün də. Yəni Bakı ilə bütün Azərbaycanın, yəni bölgələrini, xəttlərini bir-birinə birləşdirməliyik ki, insanlar bir-birinə əlaqəyə çıxa bilsin. Amerika dağılıb axı, yəni belə başa düşün. Və bunlar bizə küpitlər veriblər. Həmən küpitlər də flash karta bənzər bir şeydir. Boynumuza asmışıq. Yəni onun sayəsində deyə bu sağ tərəfdə görsənir, yox görsənmiş. Nəsə sifarişi alaq. Sam üçün sifarişi də hazırla. Okay. Deməli, sifarişi 50%-dən 51%-dən aşağı hasarı verə bilərik. Yəni yoxsa qəbul eləmirlər. Yəni ehtiyatla aparmalıyıq. Sifarişi çatdırmalıyıq. Sırtımızda daşı, harda əlimizdə yerdə, yəni belimizdə daşısın da, yəni harda daşıyacaq. Plakan da verdi bizə deməli. Kargo yöntəmi düyməsinə basıb yükün nə qədər iyi. Deməli bu plakan sayəsində biz keçə bilmədiyimiz yerləri plakan qoyub keçəcəyik üzərindən. Əla, bunu da götürək. Bunu da elə bu hara yana qoymayaq. Belə bunu da belimizə qoyaq. Həm də beldə. Hamısını belimizə yükləyək. Əla. Mərdivənləri götürdük. Tırmanma kazıq. Hardadır əlində taşı özəl dolaba yerləşdir. Yox, qiyafətini ilişdir. Əslində qiyafətimizə də ilişdirə bilərik. Yəni paltarımıza. Amma elə belimizdə nə bilim valla belimizdə qalsın da mən biləm. Botlar zadamçı onayla da, yəni hamısı yerindədir məndə. Yola çıxmaya hazırıq, hazırıq. Çox deməli yükləndi yenə eşya arabası kimi. Prosta bir dəqiqə terminala bir dənə baxım şeyə görə ki, yol gedirəm sonra nəsə qalmasın, özəl dolaba bir dənə baxım. Bilirəm. Lazım olan hər şey buradadır. Həm də hamısını götürmüşük də. Bir dənə bot götürməmişik. Yox, bot da belimizdə. Bot kaskında az. Yox, yerini dəyişdirməkdir bu. Şimdi, hər şey yerindədir. Başlayırıq yola çıxmağa. Yolçu yolunda gərək. Getdik. Qaldığımız yerdən davam eləyirik. Emilinin işini bitirməliyik və Emilini tapıb yenidən bura gətirməliyik, yanımıza gətirməliyiz. Tesisatları deyir, 3 dəfə deyir, kontrol elə. Nə deyir? Bir saniyə. Hadi, tesisat. Bir saniyə. Tırmanma kazığı buradadır, nərdivənlər. Bunlar burada. Yəqin ki, bu iplə bir yerdədir də, yəqin ki, kazıq. Şu da. Hər şey hazır. Bunlar kimdir? Bunlar yəqin buranı qoruyur. Neyse, biz hara getməliyik, ona baxaq. Qolumuza girək. Oy, bura getməliyik biz. Yox, bura. Oho. Bu nədir? Çox uzaqda axı elə bir. Hardadır ora?
Dəhşət imzadadır. Nəysə bu arada doğrudan onu da qeyd edeyim ki sizə. Yəni bu hələ ilkin bölümlərdir də. Yəni belə ayaqla gəzirik, ayaqla gedirik. Yəni bir müddət sonrasında belə olmayacaq. Buradakı maşınlardan istifadə edə bilirik. Hətta motosiklet falan da var. Motosiklet də yəni istifadə edə bilirik. Yəni indi biraz adam sıxılır düzdür və bu arada xəritəmiz çox böyükdür. Yəni bir dənə buna baxın. Bax buralar hamısı xəritədir də. Yəni bu da buna baxın görün nə boydadır. Yəni çox uzaqdır. Yəni çox yekə bir xəritəmiz var. Və bunları hamısını maşınla gedəcəyik, motosikletlə, maşınla. Yəni çox şey var, həddindən artıq çox şey var. Nə deyir? Mesaj uyarı olacaqsan. Aha, deyir ki, burada deyir cəsarətli söz burax deyir. Hamısı buraxır. Burada nə yazıb? Kondisioner getlədim. Biz də söz əlavə eləyə bildik bura. Nə əlavə eləyə bildik? Necə əlavə elədik? Söhbət orasını. Ha, işarət qoy. Yox hayır. Bir saniye. Yo, mən işarət qoyamadım axı. Və nətər bu? Kamera modudur bu heç. Dur ayağa. İşləyələm. Yox, mən işarət qoyamadım. Bu heç də şeyə gelir. Nəysə, başım bıraq, getdik. Burada cəsarətləndirici nəsə işarə qoysan, nə qoysan. Bu yol nədir? Biz keçən səfər buradan gələndə belə yol yox idi buradan. Yolumuz çox uzaqdır. Bugünkü bölüm həmişəkindən daha uzun olacaq bu arada. Yenə mesaj gəldi. Bəli. Ən iyi taşıyıcılar deyir, karqosunu itirdiyi olur. Sən ən iyisinin ən yaxşısısan da, ən yaxşının ən yaxşısan deyir. Sahipsiz kargoya qarşılaşdın deyir, götür. Nə təsadüfsə elə bunlar dedi, qabağımıza da kargo çıxdı. Neyse, götürdün mü bunu? Nə tez götürdü? Başqa nəsə var? Var idi axı burada başqa kargo deyəsən. Bir dənə idi elə. Deyəsən bir dənə kargo. Qabaqda da bir dənəsi var. Bu sudan keçə bilərik mi? Keçə bilirik. Can ay sən. Can ay dərli. Su soyuqdur. Can. Dondu ye yazıq. Onu da götür. Buradan da keçək. Başqa kargo qalmadı ki arkada. Yox. Burada da var deyəsən bir dənəsi. Bu qədər yüklə mən necə gedəcəm? Bunlar da bir dənə çulban tapıblar, hamısını döşəyiblər kargoları ki, gedəndə bunu da apar, onu da apar. Nəsə var buralarda? Qabaqda da bir dənə kargo var deyəsən. Onu da apar, bunu da apar. Loxuq da konkret. Bir dənə də bir burada var. Bu qədər kargo mən neyə yiyəcəm? Orada da var nəsə kargo. Gedək onu da götürək. Prosta mənə maraqlıdır, indi bu qədər kargo ilə mən gedəcəm şeyə. Ora, yoxsa bunları haradasa boşaldacağım yerə. Deməli bir missiyamız var. O missiyamızla ki, bütün dünyada nə kargo var hamısını daşımaq. Təbii ki, zarafat edəm. Nasıl gidiyorsan zibil kimi necə gedəcək? Bütün kargoları daşıyırsan, yet. Səm döküm hoş olur, dif kimdir. Aha, burada nəsə var. Gözlə. Burada da bir kargo var. Bunlar çolaqdılar. Gedə-gedə bütün kargoları salıblar yerə. Bura çox dərindir. Can, uşaq da ağlayır ki. Bibi niyə ağladı? Sıxa bilirim hə bura. Nə yaxşı. Burada belə bir şey var. Terminal etkinləşdir. Nə yaxşı, Allah canımı sağ eləsin. Teslimat yap. Kargoyu teslim elə. Nə yaxşı burada bunu qoyublar. Hansı ağıllı qoyub bunu bura? Bu boyda nə yoxsa getməyi var. Daha doğrusu get eləyə deyəsən. Daha doğrusu bura qoymuruq. Bura əmanət eləyirik kargoları. Bura qoyuruq, qalır burada. Yəni bu bayırdan tapdığımız kargolardan söhbət gedir. Belimizdə olan
Başqa oyuncuya əmanət et. Belimizdə olan kargo yox yəni. Özəl dolab. Neyinirəm mən? Hamısını çıxmışam da mən bundan. Hə, kilomuz düşdü aşağı, daha rahat oldum. Neyse getdik. Yəni hara gedəcəkdik biz? Hə, ora. Oo, oyda, dağın mənzərəsinə baxın bir dənə. Nə qəşəng görsənir. O nədir? Orada nə var ki elə? Bunlar nədir ki? Özümə də maraqlıdır. Ha, bunlar terminal diye. Deməli biz buradan kargoları götürüb şey eləyə bilirik. Buradakı belə deyim də sizə kargoları yığdıqca yaxına qoya bilirik. Bax bu şeyini xoşladım. Bu şey yaxşıdır əslində. Burada da bir kargomuz var. Onu da götürək. Biz hara gedəcəkdik? Yol boyu bütün kargo deyir. Mən bu qədər kargonu hara çatdıracağam? Bu qədər kargo niyə qoyublar axı? Prosta yolumuz çox uzaqdır. Mən ora necə gedib çıxacağam? Hardan gedəcəm? Burada da bir kargo var. Çolaq ki, çolaq. Bütün kargolar yola tökə-tökə gediblər. Yenə göyə qoyduğumuz kargolardan nə fərq oldu ki? Nə deyir bu terminal? Bir dəqiqə. O xoranı niyə göstərir ki mənə? Nəysə. Sam, if you come up against a sheer cliff or a steep slope, don't forget about the ladder we issued. Deyir ki, yəni ora çıxanda sənə verdiyimiz biləkandan istifadə elə oyuna yuxarı çıx. Bilirəm də, yəni kör döyürəm ki, burada göstərir də. Burada başqa kargo varmı? Orada da nəsə var. Mərdivan var burada. Bu nədir ki belə? Nəysə bir dənə nərdivan da tapdıq deyəsən burada. Hə, bu arada deyəsən nərdivanlar sayla deyə nəsə elə bir şeydir. Mən bildiyim qədərlə. Bir dəqiqə. İndi biz nərdivanı necə qoyuruq? Söhbət orasındadır. Aha, belə. Belə qoysam yaxşıdır da. Oy, nə buydu nərdivan? Tut. Yəqin ki, nərdivanı götürə bilmirik. Açdıqsa elə burada da qalır. %90. Çıxan kimi də nə... O, bu nasıl? 60 kilo. Biz bu ilə çox ağır olar. Biz bu ilə gedə biləcəyik mi görəsən? Mən maraq oldu. Biz oyuncu getmir ki. Bu partlamaz ya belimizə qoyduğumuz. Buradan çıxarmır ki bu. Bu aşırı bu. Belimizdə qaz balonu yaparıq və biz mənə çatmırıq. Yerdə qaz balonu nə gəzir? Yəqin ki, hər hansı acil, o təcili qaz nə bilim nə idisə. Biz bu qədər şeylə görəsən sağ-salamat çata biləcəyimi. Bu nədir qırmızı? Bir dəqiqə. Yatara. Bu nə? Hə, deməli, bəylər, bu bilirsiniz nədir? Bizim o hansı ki küpətləri qoşmalıyıq networku böyütmək üçün. Deməli o şəhərin networku buraya qədər çatır, bax bu xəttə kimi. İndi biz o qabaqdakı bax şeyə getməliyik, deyə o yumru görsənən yerə. Bir dəqiqə, deyə ora. Ora getsək, onu aktiv eləsək, bu alan, yəni oraya qədər uzanacaq, mən bildiyim qədər də. Genişlənəcək də, yəni network genişlənəcək. Hətta burada da bir dənə kargo var. Nəysə, bunu da götürək. Onsa nə gördük, götür. Sonra neyniyək? Buradan da yəqin ki, iplə aşağı düşəcəyik. Hə, deyə qoyublar da biz. İpimiz ana.
Hə, qoy da taxta bura. Getdik. Ya Allah. Huydu, nə hündürdü. Buradan bir dənə yerə gəlsək ət olacaq. Sony oyunlarından yoxdur da bala yaradır da bu adamlar bu işi bacarırlar da yəni. Yəni hələ Uncharted var. %90 bilirsiniz də yəni bu oyunu. Mən onu oynamışam. Nəysə də halatı bıraq da yəni. Bəsdir də daybaya. Nə oldu? Baga girdi bu. O təriflədim oyunu zibilir. Okey, okey. Baga girməyib. Mən baga girməyib. Oo, buradan düşsəm mən ət olacam məncə. Çox dik daxı bura. Asta-asta başqa yolumuz yoxdur. Buradan bu götürülsə bunu bu qədər yüklə zırt saxlamaq olar. Hə, bu arada dediyim kimi doğrudan Uncharted var. Yəqin ki onu bilirsiniz. Yəni çox adam bilir. O mən məsələn o oyunu oynayanda vəbşi dedim yəni bu nədir də adamlar nə yaradıblar belə. Çox qəşəng onun hekayəsi var. Bu arada bunun da filmi çıxır ha, deyəsən bu yaxınlarda. Bu yaxınlarda yox, deyəsən amma çıxacaq. Çünki Sony bildiyim qədərilə açıqlama eləyib ki, bunun filmi çıxacaq. Və ikincisi də bu arada gələn ayın 26-sı çıxır, martın 26-sı. Hətta çox səbirsizliklə gözləyirəm sözün açığı bunun ikincisini. Nə deyir? Hər nöqtə simgələrdən biri ilə işarətlənir. Kompütlə artan risk səviyyəsini göstərir. Arazı tərəzi ən güvənli yol bulmaya yardımcı olur. Orada da kargolarımız var, amma biz ora getməliyik də. Hə. Ora getməliyik. Buradan keçməliyik, ora getməliyik. Yəqin ki, küpədə ora taxacağıq. Yox, onu mən götürə bilmərəm. Nə olub? Bibi bəyəni göndərdi mənə. Nə yaxşı? Biz buradan keçə bilərik. Yo, bu buradan keçməz axı. Keçər buradan. Bilmirəm keçər keçməz, amma yoxlayaq da nə olar. Çünki yükümüz çoxdur və burada pləkan ata bilmərəm mən, bilən çox uzundur. Demək olar keçdik. Oradan keçər, buradan keçdisə oradan da keçər. Yəni tarama eləyək. Böyle nəsə var burada. Yox. Ortada sarı olan yerlər deyəsən axının çox olduğu yerlərdir. Ya da mən səhv bildim, bilməm. Oje yoruldu personaj. Bu arada bu tapdığım tema çox yaxşı temadır. Aşağıda R2 ilə L2-ni bir yerdə sıxanda şey eləyir. Sumkanı hər iki tərəfdən sıxırdı, yəni özünə aşmır. Və indi biz təzəyik də o oyunda. Biraz keçəndən sonra level atlayandan sonra şey olur. Stabilizator var, onu taxırsan, yəni ehtiyac yoxdur, aşmır. Yəni oyunçu sağa sola deyə demədim. Sağa sola aşmır yəni oyunçu. Sonra burada baxdım mən marketdə drone var. Drone'un üstünə malı qoya bilirsən. Nəsə yükləri o drone arxasınca gedir. Kargoları hara qoyaq biz? Nəysə, bura girək görək. Burada kargolar, terminallar qoymaq olmalı. Əla. Təslimat elə, kargoyu təslimat, tələb edilən kargoyu təslimat, kargoyu təslimat. Nəysə, bunu qoyaq. Tələb elədiklər kargo. Prosta deyəsən itmiş kargo qoya bilmədi, ya. Sağ ol. Dərindən istəyirik, kimsə organizasyon Usiya bizim üçün nə anlama gəldiyini bilmiyor.
The oxytocin will take the edge off, and that'll be a big help. Sahip bunu çok Won't be long merak before we're back on track. You may have a look. This is great. Thank you again. Yeah, everything looks to be in good order. And soon our way station will be too, I hope. Ha. Neyse, bunların verdiği kargonu bura çatdırdıq. Amma küpə dişimiz qalıb elə mən bilən. Və belimizdəki You're with the second team, right? Where are the others? Dead. Caught in the void out. No way. That one blast got them all? And what, they just sent you out on your own? I mean, if it was just a delivery, that'd be one thing. Porters come through from time to time, but the second team was meant to bring the Cupid. They were going to connect us up. daha öncə küpət gətirmək istəyənlər olub deyəsən alınmayıb. 3 ildir deyir kömək gözləyirik. Çəkdiysən göndəriblər. Yəni bizə güvənmir. I've got the Cupid. You really? So it's true. They finally got it working. Well, then you just might be the answer to my prayers. So what are you waiting for? You put us on the goddamn grid. Ha, de bu küpətdir. Flashka kimi olan. Bibi oyandı ya. Ne oldu o? Bax onun xəritəni genişlətdik. Yeni bağlantı deyir quruldu. Aha. Ekipman da düzəldə biləcəyik biz deyəsən. Ayda tezlik X-i bastı, mən görə bilmədim. Connection to Capital Knot City confirmed. It's really happening. Just like Amelie promised. We can finally do what we came here to do. Hey, you're headed west, right? Gonna be a lot of people happy to see you. Guess you'll keep on until you hit the coast, huh? Which means you'll get to see Amelie in person. Oh, that's something. That is really something. Me, I've never met her. Only seen her holo messages back when I was with the first expedition. Well, anyway, you best be careful on the road. There's some bad people out there. More than good, some say. But I don't need to tell you that. Thank you, Sam. By bringing that way station into the Cairo network, you've put it in Değməz, direct değməz, sus contact sağ with ol. those O nə of us back deməkdir? here in Borcumuz. Capital Knot City. Biz kuryer adamıq. What's next? Növbədə nə var deyir? Növbədə West of the way bok var. station are a couple of structures our previous expedition put in place. Oh. And beyond them is your next destination, Port Knot City. It's on the shore of a crater lake that formed after the first void out. Your objective is to link up Port and Capital Knot. But to do that, you'll need to utilize our facilities as additional Oradan doğru. waypoints. They'll be Ahırda doğru. essential for establishing a stable connection. Given the distance we need to cover, we're looking at using a distribution center and a power İşimiz station. böyüdü demişdim As to axısı. which you should head for first. Start with the distro center. We've got some cargo that needs delivering anyway. Check the nearby delivery terminal to pick it up. Yaxındakı hara? New order available. Please Deyək, mən belimdəki bu zirzibili bura qoya bilmirəm mən. off, Sam. Sən meyvə toplayırsan. Should prove. Kullanırsın. Biz burada özümüzə ekipman da qoya bilərik. Ha, kargoyu təslim et. Bunları qoyaq belimizdəkiləri. Çünki bu boyda yol gəlmişik. Bu zirzibili qoyaq belimizdən çıxsın. Onsuz bayır doludur, çolaqdılar bunlar. Zibil qədər şey var bayırda. Delivering cargo. Kargo var. Əla. Bu da belə getdi. Təzədən sifarişimizi alaq. Bir dəqiqə, mən ikisini də götürəmirəm. Yoxsa bir dənə. Bu nədir? Sam, you can Bu nədirsə? Oxumadım.
Sırtımda hamısını belimizə qoyuram. ...64 kilo. Vay maşallah. Ne geldiyse x. Vay belimiz kırıldı. Order assigned. Yani bir dakika biz buraya necə girmişdik ya orada. Mən bayırdan heç bir kargo götürəməyəcəm ki, belə baxıram. Bir dəqiqə. Xəritəyə baxaq. Ora. Ora. Getməliyik. Deməli, burada birinci biz getməliyik, mən bildiyim qədərilə. Bu hissələrin birində nəsə var burada yaxında, amma məndə açılmayıb o. Burada nəsə olmalıdır, onu inşa eləmək, tikməliyik, amma mən onu görə bilmirəm nədən. Görürsən, içəri girib təzədən çıxmalı. Yavaş. Yəni içəri baxım. Nəsə ekipman tikirsən deyəsən özünə. Və həmin ekipmandan yükünü yüngülləşdirirsən deyəsən. Ekipman ürət. Tam olaraq mən tuta bilmədim sözün açığı tema. Biraz çətindir şey tapmaq. Yəni mən sifariş almamışdım bəyəm buradan. Oo, yenə də sifariş var. Posta kutusu yapmak için PK'yı taşımıyorsun, kendin üretebilirsen deyir. Bunu söylemeye göre ama yanında PK'yı taşımıyorsun, kendin üretebilirsin. Bildim. Bəs mən ürətmək üçün harda gedib ürətəcəm də? Yəni mənə o lazımdır ki, mənə yəni yer göstərin. Yüklədim özümə eşya arabası kimi. Posta hələ tuta bilməmişəm ki. Hə, deyə açıldı. Hə, birinci ora gedək. O dediyi şey göre inşa eləsək, əgər bizim yüngül olacaq bizim yükümüz. Oydu 3000 bəyəmə gəlib buradakı şey. Motivasiya sözünə. Birinci onu gedək ürətək. Ondan sonra yola çıxaq və o birisi kargonu aparaq verik. Çox da uzaqda da öyrəsin mən bilən. Güya da uzaqda döyür deyəsən. Məncə. Bir dəqiqə. Dəqiq uzaqda deyil, yoxsa mənə elə gəlir. Aha. Burada düz gedirəm üstünə. Düz qabaqda. Gedək onu birinci şeyləyək. Ürətək. Sonra da digər o dediyi yerə gedək. %90 elə bölümü orada bitirərəm mən. Çünki çox uzun olacaq belə yer. Yavaş Hüseyin, yavaş. Heyecanlanma, yavaş. Gördük ora. Burada da bir tane yetim kargosu var. Birinci təzə başlayanda bu oyuna buradan sudan keçən kimi uçmuşdum da yəni mən. Ne oldu? Hadi Sam. Onu da götürə bilərsən məncə. Canavar 77 kilo. Hətta o tərəfdə də 2 dənə kargo var. Daha onları getməyəcəm %90. O yerdə bir dənə suya bax, effektə bax, bir dənə yağış yağıb deyəsən. Və ayağın yerə basdıqca şey olur.
Otların arasından su çıxır. Oy, nə qədər yük daşıyıram mən. Bu arada yağış yağanda papağını birbaşa avtomatik bağlayır. Maraqlıdır. Sam, I see you've arrived at the designated site. Good. Aha, bura You're ready gəldik. to proceed. Activate your PCC. Peki, Use etkinləşdir. it to build a post box within the area I specified. Nə deyir? Bunu bas. Sonra bir dəqiqə, burada PKK. Hansıdır ki PKK burada? Hə, bu. Ay, götür öyle. Qur bura. Bu nədirsə, bunu burada tikirik. Deyəsən posta qutusudur, nədir? Bunu burada tikirik, sonra batıya gedirik. Yəqin şeydir də, təslimat yeridir. Belimdəkiləri yəqin ki, bura verəcəm. Ha? Yoxsa mən səhv başa düşdüm. Yox, məncə düz başa düşdüm. Yox, təslimat eləyə bilmirəm. Niyə? Və bu nə işə yarayır? Diğer oyunculara deyir, ekipman və kargo ver, ortaq dolab. Silah və ekipman. Deyək, mən eşəyəm mən bəs bu qədər şeyləri yüklədim belimə, əgər burada bu işə yaramırdısa əgər. Boş-boşuna yaratdım bunu, belə çıxır. Neyse, getdi eşək arabası ilə belimizdə. Oydo, harda da. Kargo zat götürəm, döyürəm. 76 kilo kargo ilə gedirəm daha. Bunun artıq nə götürmək? Yetim də adamdır da, yəni. Oyunu qulaqcıda oynayıram mən. Oyunun səs effektləri, yağışın səsi çox ləzzət edir. Nəzə mahnı qoyundular bu arada, mən o maraqlıdır. Həmişə belə uzun yola zada çıxanda mahnı qoyurlar. Bir dənə ora çata bilsəydim, sağ salamat. O yaratdığım şey başa düşmədim, sözün açığı. Ondan sonrasında mən bir dənə baxacam. İnternetdəki görüm nə işə yarayır. Yoxsa indi baxmaq istəmirəm. Mən də uzaqlaşdım onsuz da oradan. Maraqlıdır görəsən nə işə yarayır o. Mən o yaratdım amma elə də qoydum, çıxdım, gəldim. Nə qədər kargo var, Sonra da deyirlər iş yoxdur. İş var, işləyən yox. Belə bir personajın yerində olmaq istəyərdiniz. Mən istəməzdim. Çünki çox yorucu işdir, yəni. Bütün gün kargo ilə əlləşəsən, onu daşıyıb, bunu daşıyıb. Çox uzaqdan. Mənə niyə bura göstərir? O tərəfə getməliyəm mən. Xəritədə baxım. Çox uzaqdır da sözdür. Dünyanın axırında deyir o. Bundan artıq kargo götürmək istəmirəm, sözün açığı. Çünki götürsəm, o ola bilər ki, birdən qabaqda zatda keyvələr falan olar, o giz-giz şeylər olur deyə, süliyyətlər falan çarptı. Burada mən necə düşəcəm? Buradan uçmaram. Yavaş-yavaş içəyim, yavaş-yavaş. Canım da getdi, yox. Birdən deyirəm keyvələr zad olar. Sonra bu qədər yüklə onlarla əlləşmək var, İndi heç olmasa gəzə bilir. Söhbət orasındadır. O neydi ha? Bu neydi? Heads up, Sam. Your cargo's been pinged. Move now before
before someone has eyes on you. Heç nə başa Get to düşmədim. your destination ASAP if you don't want to get caught. Kimsə məni gördü. O adamdı orada. Sam, Bəs sən elə adam. close to new territory unless you have to. Focus on your deliveries for now. Al üstümə gəldi bu. Ay məhəbbət, biz hara gedək, nətər edəyik? Silahım, milahım heç nəyim də yoxdur. Nə oldu ola? Aha, niyə qaçdılar bunlar da la? Vurdular hem. Aa, keçdi zibilə. Mules gave you trouble, huh? Good thing it was raining. Even they know better than to mess with BTs. Ha, bu əminli qaçıranlar da bunlar deyə. Başa düşdüm. Əminli qaçıranlar bu qruplaşmadır. Bunlar yükləri zadı oğurluyurlar. Kimsə daşıyıcıları bunlar öldürübmüş. İndi çatdı mənə. Prosta yağış başladı deyən onlar qaçdılar, yağışdan qorxurlar. Yağış da nasıl bayaqdan yağırdı. Prosta silahımız yoxdur. Silah olsa cırardım ağızlarını. Prosta silah yox. Yəni bu olmalıydı da, yəni mən birinci qorxdum, sonra gördüm ki bu olmalıydı, oyunun senaryosudur. Mən onu əslində çox uzaqdan görmüşdüm, o suyun qırağında olan, prosta daşa oxşatdım birinci. Birinci gördüm adamdı, sonra dedim yəqin daşdı, adam nə gəzir orada. %90 əgər onlar qaçıbsa, milyon faiz düşünürəm ki, keyfi olan falan nəsə ərazidən keçəcəm mən. Yəni inanmıram ki bu boyda yolda tək olunmaz. İnşallah ki sağ-salamat gedib. Ünvana çataram. Özdə fikir verirəm, bəzən bu çoxuya başlayır, bəzən qaçır. Və yəni bəzən hərəkətli olur, bəzən çox soyuq deyə şeydə donur. Şey dedikdə başqa şey başa düşmür. Ayaqları zadı yəni bədəni. O stamina tükənəndə mən bilən uçursun, içində yıxılır gedir, baş alır gedir. Baş alır gedirsən haraya, Zeyran. Dərli Dixon sifətinə bax yazdım. Mən sasını əslində yığdırmaq istəmirdim, sasını. Kargolara bax, o tərəfdə yenə kargolar. Yükümüz çox ağır deyə, həddindən artıq. 80 kilo deyir. Bir dənə burada maşını zad aktiv eləyə bilsəm, hansı ki o dron, burada ən sevdiyim drondu, dron görmüşdüm mən burada. Deməli o drondan 2 dənə götürə bilirsən, yükləri drona yükləyirsən, iplə bağlayırsan özünə. Dalınca qaçır. Plus da ikinci drondan üstündə özün də gedə bilirsən. Yəni ikinci dronun üstünə minirsən, özün hərəkət etdirə bilirsən dronu. Məncə ən yaxşısı odur, motosikletdən zatdansa ən yaxşı odur. Oradır, gördüyüm yerdə görəm. Çatdım mı ha? Burada baxım. Az qalmış. Amma oyun çox maraqlıdır. Düzdür, biraz adam sıxılır, ayağına nə qədər boş-boş yol gəzərsən, yəni action zad istəyirsən falan filan. Amma yəni fərqli janrdır da, fərqli oyundur. Yəni bütün oyunlar hamısı ya FPS olur, ya aksiyon olur, ya nə bilim vurğat, carcut falan filan. Silah, milah burada da var, təbii ki, dediyim kimi silah zad istifadə edirsən burada da. Adamlarla atışacağıq hələ qabaqda. Nə oldu? Nə oldu birdən-birə? Aha, dedim də mən zibili bilirəm. Oy,
yenə gəldi. Yaman yerdə gecələdik. Uşaq oyandı. Uşaq yaxşı ki var. Onu uşaq hiss eləyir. Şeydir, xarici dünya ilə, yəni dış dünya ilə dedikləri o birisi boyutla bu birisi boyuta əlaqələndirir. O aparat çıxardanda, yəni uşaq çıxardır onu. Bax, aparat axtarır. Oy 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 oy. Tez-tez qırpırsa zibili çıxdı. Nəfəsi tut. Nəfəsi tut, nəfəsi tut. Bırak nəfəsi tut. Düz üstünə gedirik deyəsən. Oy, çox yaxındadır. Bu yüklə mən ona girsəm, o məni cırar. Getdik. Nəfəsimizi açaq. Nəfəsimizi tutaq təzdən. Staminamızı da tükəndirik. Suya girsəm, vapşe staminam tükənəcək mənim. Və orada tuta bilmərəm. Yox, suyun içində yox. Ay. Otur yerə. Otur yerə. Hə, bax burada biz bunu öldük, 100% öldük. Bütün kargolar da düşdü. Biz buradan qaçamayacağıq. Bəlkə biraz sakit dursaq. Bəlkə uzaqlaşsaq, kargolara gedib təzdən götürə bilərik. Ayağa durmasaydım əslində, keçirdim. Prosta ayağa durdum, orada zibili çıxdı. Biz hara getməliyik? Bir dənə bu su keçə bilsək. Ağlama da, ağlama şərəfsiz. Ay, staminam tükənir evcə. Ne olar, get. Sen biraz da düz. Problem bilsən nədir? Problem sudan keçməkdir. Mən bu sudan necə keçim nəfəsini tutmadan? Plus da staminası da ölür bunun. Ümid edirəm kargolar qırılmadı, sınmadı. Bir çatmış. Oy, staminası tükəndi. Bir yerə sənin zaman. Amanın günüdür. Bir damcı qalıb. Çatmışıq. Oydu, biz oradan necə çıxdıq, ölmədik. Ne oldu? Ne oldu ha? Ne oldu bizim bebeğe? Bibi? Ne oldu sana Bibi? Something wrong, Sam? I don't know. Kid doesn't look so hot. Nothing to worry about. Its functions are temporarily suspended, but they can be restored. I can perform the necessary maintenance at a distribution center. Hurry though. Bundan o tarafa zəhərlənmə keçirir. Bundan o tarafa qaldıq necə baş-başa, uşaq da yoxdur. Ha, hava açıldı məncə. Neyse, gedeyim məncə, hava açıldı. Hətta qaçaq. When the strain on your BB exceeds sustainable levels, it triggers the production of harmful compounds, and the body in essence begins to attack itself. Deyir ki, uzun müddət buna məruz qalarsa, yəni onların yerini göstərməyə. If the baby's not performing to spec, Karar drop by your private verim room sağlaması and see if işte the oldu. incubator helps.
Çox məruz qalanda özünü zəhərləmə verir nəsə maddə. Ona görə işləmir də, şey zəhərlənir. Bax sol qıraqda da uşağı aşağıda şey göstərir. Qırmızı göstərir, üstündən X deyib. Yaxşı ki sağ olsun bebek. Bizi çıxartdı o vəziyyətdən. Yoxsa zibili çıxmışdı da, yəni çox pis yerdə ilişmişdim. Əlim ayağım əsdi. Motosikletimiz var burada. Nə zor. Burada açılır deyəsən motosiklet. Satdıq. Düyün başkəntinin dağıtım mərkəzi. Bura girəndə silah istifadə eləmək olmur. Bax silah sırtlandı. Decontaminating suit. Rest is advised. Qaç, qaç. Dabana tüpürü qaç. Güc bala ilə gəlib çıxmışıq daha bura. Ümid edirəm şey deyə yüklər hasar görmədi də, yəni. Çünki şeylədim, çox oradakı evlər hücum eləyəndə dağıtdım o yerə. Wait station folks told me all about you. Sam Bridges, with the second expedition, right? The guy expanding the chiral network on his lonesome when he's not out making deliveries. Bəli, o mənəm. O kuryer mənəm. Talk about above and beyond. Thanks. Sən də sağ ol. Nə bilmişdim bəs. Pass through BT territory to get here too, didn't you? Hey, weren't joking when they said you were a legend. İndi inanırıq əfsanə oldu. Qəşəng. Əla. Əla götürmüşük. Okay, it's time. Neyin zamanı gəldi? Bizi ağa bağlar mısın? Bunları da bağlayaq. Hamını bağlaya gedirik. Siz də bağladıq. Artıq siz də bizdən birisiniz. Gedin şəllənin, sizlə də əlaqəmiz var artıq. Bundan sonra hər gün açıq verəcəyiz bizə. Всё. Təzə bağımız da bağ quruldu. Sonra qaldı 2 dənə. Bax. Oo, təzə şeylər açıldı. Looks like we're on the chiral network. And with those materials you brought for our chiral printer, we can produce supplies for you here as needed. Think of it as our way of returning the favor. Now head west and keep on doing what you do. Sən də sağ ol. Good. The distro center is on the network. Sam, do me a favor. Take your BB to a private room and connect it to the incubator. Ha, deyir ki, uşağı apar şeylə yerləşdir. Də, mən belimdəkiləri verə bilmirəm bunları. Mənim öz evim hardadır türküm məsələ. Your work is greatly Deyir uşağı deyir öz qutusuna qoy yerləşdir deyir. Aparaq qoyaq da bəbəyimizi. Dead man, you there? Little help. Okay, Sam. Remove the pod and connect it to that incubator. Hə, kapsul. O evində olan kapsul deyir yəni. Aha. It's in. Good. A temporary excessive stress. Easily addressed if we return it to its mother's womb. Mother? Anne mi? Ne ana ya? Ana karnına gönderdiğimizde değil Located düzelecek. in the capital Knot City ICU. Düğün başı. Brain Beyin dead, of ölümü course. gerçekleşmiş aldı. You mean still mother? Correct.
A Steel Mother's womb facilitates a connection between the world of the dead and the BB. And Moral. you, in turn, connect yourself to a BB, granting you the ability to sense BTs. These pods were designed to simulate the conditions inside a Steel Mother's womb. Bunlar neyini bu? BBs need to believe they're in one at all times to function properly. However, we can only maintain this deception for so long, which is why we must periodically update the environmental data by synchronizing it with a Steel Mother via the chiral network. Ara deyir anasıyla sinxronizasiya eləmək lazımdır. The update is in progress. Right now, the Anasıyla pod is deyir indi synchronizing with the sinxronizasiya. Steel Mother in Capital Knot City and reconfiguring its settings based on the latest data. Returning your BB to the womb in this manner will temporarily reduce its Amma stress keçici levels. olaraq düşürəcəkdi. İndi That being where nə it də olsa technically təbii. belongs, of course. Kid looks happy. Deyir xoşbəxt görsən. I'll try adjusting the oxytocin dosage. Autotoxemia should set in much slower from now on. You should remember that BBs are just equipment. Try not to get attached. Each one has been physically removed from its Steel Mother's womb. A process that renders them unpredictable. Məcbur deyir anasının qarnından qopardım be. No BB on record has remained in Bir ildən service for over a year. bir ildən çox deyir şey olmur. It may need to be retired before this. Bir il işlədirlər, sonra uşağı şey eləyirlər. Tollayırlar. And then, Da yəqin ki, ya saying sonra. there's no way to keep my BB alive. Bir ildən sonra deyir həyatda qalmır. You must understand, there is still a great deal we don't know about BBs. As we expand the chiral network and recover more past data, perhaps we'll find our answers. Oh, right. You asked me to look into why the BTs might be reacting to your blood. I spoke with Hartman. We should have your results soon. Anyway, get some rest. You and your BB are both exhausted. Ya mən vapşe yorğunam onsuz. 4 aydan boyda yol gəlmişəm. Good night, Sam. O qədər yüklə eşşək kimi. Nəysə getdik yatmağa. Bugünlük də bu qədər. 5-ci bölümdə gözləyin məni. Hələlik.